Bakıda yerləşən İdraç liseyində bu gün səhər saatlarında qanlı hadisə baş verib. Belə ki, paytaxtdakı özəl liseydə şagird müəlliminə atəş açıb. Atəş açan 10-cu sinif şagirdi A.Ş.'dır. Təbii ki, şərti adla. Daxili İşlər Nazirliyindən verilən məlumata görə hadisə ilə bağlı araşdırma aparılır. Şagirdin ov tüfəngi ilə müəlliminə atəş açdığı bildirilir və ov tüfənginin şagirddən götürüldüyü, şagirdin saxlanıldığı deyilir. Təbii ki, rəsmi məlumatda. Məktəb rəhbərliyindən verilən açıqlamada isə bildirilir ki, şagird ov tüfəngini sumkasında gətirib, yəni məktəbli çantasında gətirib ov tüfəngini və hadisə də ehtiyatsızlıqdan baş verib. Birincisi, şagirdin çantasında ov tüfəngini gətirməsi inandırıcı görünmür. Hətta lüləyi kəsik olsa belə o məktəbli çantasına sığa bilməz. Hamımız ov tüfəngini görmüşük. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi, nə vadar eləyib ki, şagird ov tüfəngini məktəbə gətirib? Hərbi hazırlıq dərsi keçirirlərsə, məktəbdə müəyyən ləvazimatlar var. Bunun üçün evdən ov tüfəngi gətirməyə ehtiyac yoxdur. İkincisi, valideyn hər gün 10-cu sinif şagirdi olsa belə öz övladının çantasına, əyin başına nəzarət eləmirmi? Nəzarətsiz uşaqdırmı? Nəzarətsiz uşağın özəl liseydə nə işi var? Bu məsələnin ikinci tərəfi. Üçüncü tərəfi, özəl məktəb də olsa, məktəbin girişində hər halda yoxlama üçün müəyyən bir mühafizə xidməti olur. Universitetlərdə var, hətta orta məktəblərdə də, bəzi orta məktəblərdə də bu mövcuddur. Və yoxlamayıblarmı onun çantasını? İkincisi, daha doğrusu dördüncüsü, əgər hamımız şagird olmuşuq da, yəni məktəbə qeyri-hadisə gətirəndə dostumuza, tanışımıza demişik bu barədə ki, mənim çantamda filan şey var, məsəl üçün. Biz də o vaxtda raqatka deyirdilər. Kənd məktəblərində olurdu. Məktəbə aparırdıq, quş vurmaq üçün, nə bilim, gücümüzü sınamaq üçün və s. Ən yaxın dostlarımıza deyirdik və onlar da müəllimə xəbər verirdilər ki, müəllim filan kəs çantasında belə bir şey gətirib, müəllim də əlimizdən alırdı. Şəxsən məndə olmayıb, yəni bilirəm, belə bir şeylər var idi. Yəni şagirdlər də mi deməyiblər? Çünki bu adi raqatka, nə bilim, pnevmatik tapança, oyun tapançası da deyil. Bu bildiyimiz öldürücü, ölümcül ölüm silahıdır. Xoşbəxtlikdən müəllim dünyasını dəyişməyib, xəsarət aldığı bildirilir. Ancaq istənilən halda rayonlarda, əyalətlərdə, elə paytaxtın özündə də təhsilə nəzarət ciddi şəkildə aşağı düşüb. Və birbaşa məsuliyyəti istənilən halda Təhsil Nazirliyi, regional təhsil bölmələri daşıyır və çox ciddi şəkildə araşdırmalar aparılmalıdır. Bu hadisə göstərdi ki, məktəblərdə mühafizə xidmətləri gücləndirilməlidir. Yeri gəlsə, ora polis nəfəri təyin olunmalıdır. Və hazırda oxuduğum son xəbərlərdən biri oldu ki, şagirdlərin valideynləri məktəblərə üz tuturlar ki, öz uşaqlarını oradan götürsünlər. Baxın, nə qədər insan həyəcan yaşadı. Ölkədə hər kəs həyəcan keçirdi ki, bu nə hadisədir, nə baş verir. Biz belə şeylərə öyrəşməmişik, xüsusən də təhsildə, təhsil ocağında. Və ona görə də ilk növbədə məktəb rəhbərliyi, bütün məktəblərin, təhsil ocaqlarının rəhbərliyi şagirdlərin, xüsusən də 9, 10, 11-ci sinif şagirdlərin çantasını yoxlamalıdırlar. Və onların nə gətirib, nə gətirmədiklərini bilməlidirlər. Bir mənalı şəkildə hamımız valideynlik, hamımızın övladımız məktəbə gedir. Və hamı narahat olur. Allah uzaq eləsin, o müəllim dünyasını dəyişə də bilərdi. İndi biz bilmirik onun səhhəti hazırda hansı vəziyyətdədir. Bu avtomat gülləsi deyil ki, bir yerdən girə, bir yeri dağda. Bu qırmadır da, bilirsiniz, ov tüfənginin qırmaları olur. Başqa uşaqlara da sıçraya bilərdi. Müəllim daha ciddi xəsarət ala bilərdi, bəlkə də alıb bilmirik. Və ona görə də Azərbaycanda
bu məsələni təkcə Daxili İşlər Nazirliyi öz nəzarətinə götürməməlidir. Bütün hüquq mühafizə orqanları valideynlərlə iş aparılmalıdır, maarifləndirici söhbətlər aparılmalıdır. Ov tüfənginin 10-cu sinif şagirdinin əlində nə gəzir? Həmin ov tüfənginin ruxsatı varmı tuşlar demiş, sənədləri varmı? Niyə şagirdin bildiyi əlçatan yerdədir? Bu suallara aydınlıq gətirilməlidir. Həmin şagird çox güman ki, imkanlı ailənin uşağıdır, çünki özəl məktəbdə oxuyur. İndi bilirik, Bakıda özəl məktəblərin qiyməti neçədir. Və İdrak liseyi də tanınmış məktəblərdən biridir, özəl məktəblərdən biridir. Və burada bir məsələ də xüsusi diqqət cəlb edir və narahatlıq doğurur. Özəl məktəblərdə təhlükəsizlik ciddi qorunmur. Qorunacaqmı, bilmirəm. Gəncə şəhərində son vaxtlar şagirdlər arasında insident halları artıb. Şagirdlər bellərində bıçaq gətirirlər və biz bu barədə informasiyaları internet resurslarından, xəbər portallarından alırıq. Və doğrudan da vəziyyət acınacaqlıdır Azərbaycan məktəblərində. Niyə ölçü götürülmür? Bax, bu maraqlı suallardan biridir. Niyə həmişə hadisədən sonra əl-ayağa düşməlidir aidiyyatı qurumlar? Əvvəlcədən ölçü götürülməlidir. Və bunlar bizim gəncliyimizdir. Əgər o uşaq şuluq uşaqdırsa, təlim tərbiyəsi yerində olmayan uşaqdırsa, onun məktəbdə nə işi var? Bəlkə də hərbi hazırlıq dərsi üçün, çünki onun sinifdə hərbi hazırlıq keçirlər. Ehtimallardan biri budur ki, həmən dərs üçün gətirib o silahı, bilmirəm. Və əminəm ki, istintaq orqanları məsələni çox ciddi araşdıracaq və ictimaiyyətə məlumat verəcəklər. Bundan qətiyyən şübhəm yoxdur. Ancaq, yenə də deyirəm, narahatlıq bütün Azərbaycan cəmiyyətini özünə, belə deyək də, çəkdi. Hər kəs narahat oldu. Və hadisələr hələ ki isti-istidir. Ümid edirəm ki, ən qısa zamanda aidiyyatı qurumlar ölçü götürəcəklər. Və məsələ tezliklə öz həllini tapacaq ki, ictimaiyyətə də məlumat verəcəklər. Amma birbaşa yenə də deyirəm, məsuliyyət Təhsil Nazirliyi üzərindədir və Təhsil Nazirliyi məsələ ilə bağlı çox ciddi ölçü götürülməlidir. Bütün məktəblərdə mühafizə sistemləri təşkil olunmalıdır və gücləndirilməlidir. Fərqi yoxdur, bu əyalət məktəbidir, paytaxtdır, şəhərdə yerləşir. Hər yerdə, hər zaman bu cür hadisələr ola bilər və biz bu hadisələrdən sığortalanmalıyıq. Övladlarımız naminə bunu etməliyik. Və bu hadisə bir daha göstərdi ki, şagirdlərlə mütəmadi olaraq psixoloji görüşlər, saatlar təşkil olunmalıdır. Onun sinif şagirdləri ərgən sayılırlar, yeniyetmə sayılırlar və onların psixologiyasının dəyişkən olduğu, melanxolik olduğu hər kəsə məlumdur. Xüsusən də 9, 10, 11-ci sinif şagirdləri daim nəzarətdə olmalıdır. Müəllim nəzarətində, şagird nəzarətində, yeri gələndə psixoloq nəzarətində, hətta bu və ya digər formada nadinslik eləyirsə polis nəzarətində olmalıdır. Onlarla mütəmadi olaraq profilaktik iş aparılmalıdır. Yenə də deyirəm, şagirdin hansı məqsədlə ov tüfəngi gətirməsi bəlli deyil. Amma araşdırılmalıdır və araşdırılacaq da, buna qətiyyən şübhə eləmirəm. Və ən əsas suallardan biri müəllimə niyə atəş açasan? Azərbaycan təhsili bu qədərini acizləşdi, bu qədərini aşağı səviyyələrə gəlib çıxdı. Axı biz Əfqanistan deyilik, biz yeri gələndə İran deyilik, Rusiya deyilik. Orada görürük şagirdlər müəllimlərin başına hansı oynaçırlar. Biz Azərbaycanıq, bizim əxlaqi mənəvi dəyərlər sistemimiz var. Və bir hadisə bütün Azərbaycan təhsil sistemini ləşələyir. Ona imkan vermək lazım deyil. Hələlik. Sağ olun, salamat qalın, övladlarınızdan müğayət olun.